Deməli, quşların qan dövranı ürək və damarlardan təşkil olunmuşdur. Ürək 4 kameradan ibarətdir. Sağ qulaqcıq, sağ mədəcik, sol qulaqcıq və sol mədəcik. Ürəyin sağ və sol hissəsi bir-biri ilə tamamilə ayrılmışdır. Qanların qarışma məsələsi yoxdur bunlarda. Ürəyin sağ hissəsində venoz qan, sol hissəsində arterial qan olur. Sol mədəcikdən bunlarda fərq nədir? Tək aorta qövsüdür və bunlarda sağ aorta qövsüdür. Məməlilərdə isə olacaq sol aorta qövsü. Fərq budur. Məməlilərlə quşların qan dövranında. Qan dövranı iki hissədən ibarətdir. Böyük qan dövranı və kiçik qan dövranı. Kiçik qan dövranı nədir? Ürəkdən çıxan venoz qanın təmizlənib tənəffüs orqanında yenidən ürəyə qayıtması bu kiçik qan dövranıdır. Ürəkdən çıxan arterial qanın başı və digər daxili orqanları arterial qanla deməli təmin eləyib venoz qana çevrilib təkrar ürəyə qayıtması isə böyük qan dövranıdır. İndi bunu necə yadımıza saxlayırıq? Deməli, ürəyin sağ mədəciyindən çıxan qan ağciyər arteriyası ilə ağciyərə daxil olur. Oradan ağciyər venaları ilə ürəyin sol qulaqcığına gəlir. Bu kiçik qan dövranıdır. Qan dövranı həmişə mədəcikdə başlayacaq, qulaqcıqda bitəcək. Sağ mədəcikdə başlayıb sol qulaqcıqda bitən qan dövranı kiçik qan dövranıdır. Mədəcikdə qan venozdur. Sağ mədəcikdə ağciyər arteriyasına venozdur. Ağciyərdə arterial qana çevrilir və sol qulaqcığa arterial qan tökülür. Baxaq böyük qan dövranına. Böyük qan dövranı sol mədəcikdə başlayır. Oradan sağ aorta qövsü çıxır. Bədənə, başa, deməli, orqanları arterial qanla təcrid eləyir, venoz qana çevrilir. Oradan sağ qulaqcığa qayıdır. Deməli, böyük qan dövranı sol mədəcikdə başladı, sağ qulaqcıqda bitdi.